Salam əziz tələbələr. Bugün zaman formalarını, suallarını həll edəcəyik. İlk olaraq simple tense forms və continuous tense forms, yəni sadə zaman və davam edici zaman formalarını işləyəcəyik. Birinci sualdan başlayırıq. Zaman testini edərkən diqqət etmək lazımdır zaman göstəricilərinə. Yesterday keçmiş sadə zaman göstəricisidir və keçmiş sadə zaman invited. Will gələcəkdə, have has indiki bitmişdir, had isə keçmiş bitmiş zamandır. Heç vaxt keçmiş sadə zaman olmaz. Yesterday varsa keçmiş sadə zaman. Sadə zamanda feilin özünü qoyuruq ikinci formada. Qaydalarda ed artırıq, kökünə dəyişilənlərdə də feili ikinci formaya getiririk. İkinci sualımızda ego var göstəricimiz. Keçmiş sadə zamandır və and varsa həmcins feillər, çünki ikisi də eyni zamanda olmalıdır. Entered və switched. Enter, switches, had olmaz, has olmaz, has olmaz, çıxırıq, qalır A variantı. Üçüncü sualda if Jane the early bus, she will be late for work. Will varsa will gələcək zamandır. Gələcək zaman yalnız və yalnız indiki sadə zamanla uzlaşır, Mrs. Və başqa cür edə bilərik. If-dən sonraki tərəfdə biz demişik ki, həmişə şərt budaq cümləsində will-lər, gələcək zamanlar və bitmiş zamanlar olmaz. O zaman Mrs-də keçmişlə gələcək uzlaşmadığı üçün qalır Mrs. A variantı. Dördüncü sualda yesterday var, keçmiş sadə zamandır. Keçmiş sadə zamanda olmalıdır. Don't-lar, want-lar və have-lər olmaz. İndiki və gələcək zamanlar olmaz. Didn't-lar olacaq və didn't feilinə sonra feil həmişə birinci formada gələr, yəni didn't find, yəni D variantı. Beşinci sualda Daniel on the computer at the moment. At the moment bizim bu göstəricimizdir. İndiki davam edici zaman göstəricisidir və əmizar ing olanı götürürük, yəni Daniel is working. Altıncı sualda at the moment olduğuna görə yenə əmizar ing is listening qoymalıyıq. Sonra burada yenə will gördüyümüz zaman yalnız indiki zaman axtarmalıyıq. Will gələcək zamanda özü ilə uzlaşmaz, keçmişlərlə uzlaşmaz, qalar hears indiki sadə zaman. Burada da 8-ci sualda da will gələcək zaman olduğu üçün yalnız indiki zamandan gets-dən uzlaşır. Got keçmişdir, had keçmişdir, want-larla will gələcək zamanda gələcək zaman heç vaxt özü ilə uzlaşmaz. Yalnız indiki sadə zamanla uzlaşacaq. 9-cu sualda before var. Başqa baxa biləcəyimiz nə var? Deməli, had keçmiş bitmiş zamandır. Keçmiş bitmiş zaman hər zaman keçmiş sadə zamanla uzlaşır. Və belə bir qayda da deyim, yadınızda olsun. Before gördüyünüz zaman, before'dan əvvəlki tərəfdə keçmiş bitmiş, yəni before'dan əvvəl had, before'dan sonra isə sadə keçmiş zaman olmalıdır. Bu şəkildə də əzbərləyə bilərsiniz. Yəni before'dan əvvələ baxırsan, before'dan əvvəlki tərəfdə had olur, before'dan sonraki boşluqda isə keçmiş sadə zaman işlənir. Eyni qaydanı burada da tətbiq edirik. Deməli, before vardı, before'dan əvvəl had gəlib, sonra isə keçmiş sadə zaman olmalıdır, yəni reached. You will varsa biz demişik indiki zaman axtarırıq və C. Will var, yenə will olan yerdə həmişə indiki zaman axtarırıq. Bu da go. Sonra if a flight whether all the tickets will be, yenə indi will be-dirsə, deməli indiki zaman olacaq cancels. I don't eating chicken, I eating fish. Deməli, I don't-dan sonra do, does, did-dən və yaxud da don't, doesn't, didn't-dan sonra feil həmişə birinci formada gəlməlidir. Yəni to və yaxud da is, yaxud da ed olmaz. Feilin özü like olacaq. İkinci tərəfdə də I likes, bir də I like var. I birinci şəxsin tərkində heç vaxt likes olmaz. O üçüncü şəxsin tərkində s olar. He, she, it-dən sonra s olur. Amma I-dan sonra like gəlir. I like. 15-ci sualda where's your mother? Deməli, she shower at the moment. Burada biz göstəricimiz var. Biz at the moment-a görə tapa bilərik. She is having olar. Çünki indiki davam edici zamanda is having olar. Was keçmişdi, had keçmişdi. Has a shower at the moment. İndiki davam edicidə has olmaz. Are having olmaz. Çünki she is olmalıdır, qalır. Devayım. Where your sister Martin, she breakfast. Burada heç bir göstərici yoxdur. Heç bir göstərici yoxdursa biz o zaman baxırıq. Sualı hansı zamanda vermişiksə cavabını da eyni zamanda verməliyik. Will bir gələcəkdə verib, amma has-lə cavab verib. Is-lə verib, amma she is indiki zamanda, amma bu has indiki sadə zamanda uzlaşmır. Your sister təkdədir, are-la yenə olmur bu. Was keçmiş sadədir və had-ın keçmiş bitmişdir, amma where is your sister is indiki davam edici zaman. Bax, is having deməli olacaq indiki davam edici zaman. Sənin bacın hardadır? O səhər yeməyi yeyir. Söhbət indidən gedir. Yəni izlə sual verib, bizlə də cavab verməliyik. 17-də last week var. Last sözü keçmiş sadə zaman göstəricidir və olacaq
bought. Niyə was buying olmur? Was buying ilə bought'un bir fərqi, əsas fərqi odur ki, sadə keçmişdə bax göstəricilərimiz last keçən həftə olanda sadə keçmiş olur. Amma keçən həftə saat 3-də sən nə edirdin deyəndə və yaxud da 3-də mən bunu alırdım, o zaman was buying ola bilərdi. Sonra 18-ci sualda heç bir göstərici yoxdur. Sadəcə cavablardan çıxmalıyıq. She təkdə olduğuna görə do yox, does olar. Don't olmaz, doesn't olar. Haven't yox, hasn't olar. Qalır A və B. She did her best, bir də she didn't her best to improve her English. Deməli, didn't-dan sonra, did-dən sonra daha doğrusu did əsas feil kimi işləyir. She did her best. O əlindən gələni etdi. Yəni də did götürə bilərik. Did her best, yəni do his best, do her best. Yəni əlindən gələni etmək deməkdir, ən yaxşısını etmək deməkdir. Didn't olmur. Niyə? Çünki didn't-dan sonra hər zaman feil birinci formada gəlməlidir. Burada bunun feili yoxdur. Onun üçün feil olmadığı üçün bu sual səhvdir. She didn't do her best olsaydı, orada do əsas feil gəlsəydi, ola bilərdi. Sonra 18-ci sualdan sonra 19-da last year var. Cümlənin sonuna baxırıq. Last olduğu üçün keçmiş sadə zaman promised variantı. Sonra 20-ci sualda what will you do? Will vardısa yenə burada indiki zaman işlənməlidir və whether tək olduğu üçün are yox, is olar. Deməli, will gələcək olduğu üçün özü ilə uzlaşmır, keçmişlərlə uzlaşmır, yalnız indiki sadə zamanla uzlaşır. Sonra tomorrow var. Tomorrow gələcək zaman olduğu üçün gələcək zaman sualı will ilə, shall ilə düzəlir. Olacaq will you come? I tried not to make a noise because the child in the next room at that time. Tried keçmiş zamandır. Bizim ipucumuz bu vaxtdır. Deməli, bir də at that time keçmiş zamanda olar, indiki zamanda ola bilər, amma o vaxt dediyinə görə keçmişə daha yaxındır. Amma biz işimizi daha rahat olsun deyə tried ilə görürük. Tried keçmiş sadə zamanda is, sleeps, has, will hamısı indi və gələcəklə uzlaşmır. Was-la uzlaşır. The child was sleeping. Tried da keçmişdir, was da keçmişdir. 23-də next year gələcək zamanda next olduğu üçün will olacaq. Will repair. What are you doing? I a new film now. Now indiki davam edici zaman olduğu üçün I am is are sonra feilin ing forması. Bu telefon deməli. Cavablardan çıxa biləcəyimiz nələr var? Who əgər mübtədiyə sual veririksə, kim bunu icad etdi və yaxud da kim dərsə gəldi, kim bunu etdi. Mübtədiyə sual verirsə, biz hər zaman who-dan sonra xəbəri tək götürməliyik. O zaman who invents olmalıdır, bu səhvdir. Burada who did invented iki cür olmaz. Çünki diddən sonra feil birinci formada gəlməlidir. Bir də didlə inventin arasında söz girməlidir. Bunu sual cümləsində keçəndə bunu izah edəcəyim. Bu ona görə olmaz. Who invents, invented və have olması bundan sonra xəbər tək olar. Qalar B və Y variantı. Və telefon icad edilib. Keçmiş zamanda icad edildiyi üçün indiki zaman icad edir yox. Bu invents indiki sadə zamanda, yəni həmişə baş verir. Amma kəşf edilmək, icad edilmək bir dəfə olur. Ona görə olur. Bu invented-də telefon keçmişdə. 26-da da who Amerikanı kim kəşf edib? Bu da yenə keçmiş zamanda olmalıdır. Who discovered Amerika, yəni keçmişdə Amerikanı kəşf ediblər deyə discovered olur. Göstəricimiz everydir. Every Sunday, hər bazar günü deyəndə indiki sadə zaman olmalıdır. Were keçmişdir. James have olmur, has olur. Is visiting indiki davam edici zamandır. James'in özü tək olduğu üçün visits olmalıdır. İsim təkdədirsə, xəbərimiz S qəbul etməlidir. Norman that he must be here at 5. Burada biz göstərici olaraq bir şey götürə bilmirik, amma saat 5-də deyil, gələcəkdə keçmişdir bilmirsən, amma must indiki zamanda olduğu üçün cavablardan çıxa bilərik. Normal özü tək olduğu üçün no yox, knows olmalıdır. Are yox, is olmalıdır. Həm də no ing qəbul etmir. Have olmaz, has olmalıdır. Didn't-dan sonra feil birinci formada gəlməlidir və qalır Norman knows. İndiki zamanda uzlaşmış oldu. Sonra 29-da Charlie never his promises. Bax, never inkar olduğu üçün doesn't, don't və hasn't çıxırıq. Qalır A və Y variantı. Charlie sözü təkli üçün şəxsin tək olduğu üçün keeps olur. Feil təkli olduğu üçün S qəbul edir. Sonra 30-cu sualda Fred never deməli never inkar olduğu üçün bir cümlədə iki inkar olmur deyə biz inkarları çıxmalıyıq və özü də tək olduğu üçün tell yox, tells olmalı. Fred never tells.
It hard yesterday and we decided to stay at home. Yesterday keçmiş zaman olduğu üçün is, has indiki zamandır, rains indiki zamandır, will gələcək zamandır. Amma rained keçmiş zamanda olacaq. It rained. Sonra the train slowly and the child slept quietly. Slept var burada bizim göstərici olmasa da ən azından feilimiz var. Keçmişlə keçmiş uzlaşmalıdır çünki and var və həmcins feillər olmalıdır. Is indiki will gələcəkdir. Has indiki bitmişdir. Goes indiki sadə zamandır. Amma went keçmişdir. Went və slept zaman olaraq bir-birini uzlaşır. Burada yesterday var. Yesterday keçmiş sadə zaman olduğu üçün wrote feilin keçmiş zaman formasını qoyub. Wrote. Have olmaz. İndikidir. Has olmaz. Write indikidir və will gələcək olduğu üçün wrote olur. Yenə burada da yesterday keçmiş sadə zaman olduğuna görə keçmişlə işlənən found olur. Found. 35-də last year var. Last year keçmiş sadə zaman olduğu üçün does, has olmur və had olmur. Çünki keçmiş sadə zamanda o bitmiş zamanın göstərici last olmaz. Did qalır B və C. Diddən də sonra feil birinci formada gələr. Yəni did your aunt write. 36 yesterday var. Yesterday keçmiş sadə zaman olduğu üçün have olmaz. Don't indikidir, have indidir. Believe sözdə indiki zamanda qalır. Didn't believe keçmiş sadə zaman. Early in the morning, David his eyes to look around and tried. Aha, burada tried sözünə baxırıq. Keçmiş sadə zamandır. Was keçmiş sadə zamandır. Və keçmiş sadə zamanla uzlaşa bilənlər götürürük. Opens indidir, will gələcəkdir. Open və has da indiki zamandır. Amma opened keçmişdir, çünki digər feillərlə də uzlaşanı götürməliyik. Early in the morning bu keçmiş sadə zamanlara indi olar, gələcək olar bilmirik. Amma feilə görə biz tapırıq ki, bu opened olmalıdır. 2 days ago deyirsə, ago keçmiş sadə zamandır. Keçmiş sadə zamanda da yenə willlər, are'lar, have'lər və arrive'in özü çıxır. Arrived keçmiş sadə zaman. 39-da yesterday olduğuna görə keçmiş sadə zaman, yəni stopped, başqa has, is heç birini götürə bilmərik. Qırxıncı sualda he didn't a word about his plans. Didn't keçmiş sadə zamanın göstəricisidir və do, does, did və yaxud da don't, doesn't, didn't-dan sonra feil hər zaman birinci formada gəlməlidir. Say, told, talked ya da spoke bunlar keçmiş sadə zamandır, amma say birinci formadadır və V1 olmalıdır. Didn't-dan sonra feil birinci formada olmalıdır. Burada da həmçinin didn't-dan sonra feil birinci formada olan say götürürük. Every morning deyirsə, every morning hər səhər indiki sadə zaman göstəricisidir. Sualı do does-la düzəlir və your friend tək olduğu üçün do ilə deyil, does-la olmalıdır və B və C variantı arasında qalırıq və do does-dan sonra feil həmişə birinci formada olur, yəni has yox, have olmalıdır. Does your friend have breakfast? Your brother dinner at home. Burada göstəricimiz yoxdur, amma cavablardan çıxa bilərik. Do, does, diddən sonra feil birinci formada gəlməlidir. Birinci formada gəlməlidir. Onları çıxırıq. Do your brother olmaz. Çünki your brother tək olduğu üçün does olmalıdır. Bunu da çıxırıq. Və has your brother dinner olmaz. Çünki has dinner, have dinner sözünün sualı inkarı do, does-la düzələr. Ona görə has səhvdir, qalar does. Does your brother have dinner? D variantı. Sonra 44-də fail of fail keçmiş zaman olduğuna görə keçmişdən keçmişi götürəcəyik. Çünki and var və həmciz feillər olmalıdır. Onlar broke. Somebody you while you were out. Were keçmiş olduğuna görə keçmişi götürürük. Bir dənə keçmişimiz found. C variantı. Usually told. Told feili var keçmiş zamanda. Keçmişlə keçmiş uzlaşar. Bir dənə cavabımız da went keçmişdir. Digərlər hamısı indiki zamandır. Last year keçmiş zamandır və keçmiş zamanda feilin özünü qoymalıyıq. Had yox, visit yox, will gələcəkdir, have indidir. Alacaq visited. Keçmiş sadə zaman. 48-ci sualda now var. Göstəricimiz indiki davam edici zaman göstəricisi. The children are playing olmalıdır. İndiki davam edici zaman. Əmizlər ing. Burada da now varsa yenə əmizlər ing-ni də axtarırıq və olacaq are writing. 50-ci sualda dedik ki, nida cümləsində sonra indiki davam edici zaman gəlir və yaxud da now var. Elə now-ya görə indiki davam edici zaman olur. Is setting. Last week keçmiş zaman göstəricisidir və last week olduğu üçün keçmiş zaman, yəni was destroyed. Digər cavablarımıza baxaq.
Is indiki zamandır. Has indiki zamandır. İndiki bitmiş zaman. Sonra diğer cavablarda will gələcək zamandır. Had been keçmiş bitmişdir. Amma bizə lazımdır orada keçmiş sadə zaman. Bu da olacaq was destroyed. Niyə yalnız destroyed yox, was destroyed? Bu artıq passivdir, məhsul növdədir. Yəni fırtına tərəfindən dağıdılıb, tərəfindən dediyinə görə was destroyed olur. A variant. 52-ci sualda deməli, look at that man, he the door now. Now indiki davam edici zaman göstəricidir və is painting olur. Is painting. Listen the child a song now var. Yenə əmizar, yəni are yox. Child tək olduğu üçün child is singing. Are cəm olanda olacaq children. Sonra some years ago var cümlənin sonunda. Ago keçmiş sayda zamandır, learned olur. Now indiki davam edici zamandır və olacaq are planning. Çünki friends cəm olduğu üçün is olmuş. Now indiki davam edici zamandır, olacaq əmizar ing və engineer cəm olduğu üçün are discussing olur, is olmur. 57-ci sualda last month keçmiş sadə zaman göstəricisi olacaq stayed. Now davam edici zamandır, indiki davam edici zaman is shining. Ago keçmiş sadə zamandır və olacaq both. Mother the room now indiki davam edici zamandır, olacaq is cleaning. 61-də now indiki davam edici zamandır, olacaq is having. Has olmur, has çünki have has birləşməsi olanda onların indiki davam edici zaman having olur, əmizar ing, yəni having olur. Amma has nə vaxt olur da have has indiki sadə zamanda nə vaxt indiki davam edici zamanda olmur. Çünki əgər mənim məsələn desək Jack has money və yaxud da Jack has a car olsaydı, o indiki davam edici zaman olsa belə o zaman ing qəbul etməyəcəkdi. Amma birləşmələrdə olanda əmizar ing qəbul edir. Yesterday keçmiş sadə zaman olduğu üçün was olacaq. E, 63-cü sualda yesterday's party. Söhbət dünəndən gedir. Dünənki partidə deyir, dünənki parti olduğu üçün there were. Last night keçmiş sadə zamandır və cold var. Deməli bu olacaq so. Yesterday keçmiş sayda zamanda, amma at that time yesterday desə, bu olacaq keçmiş davam edici zaman. Dünən bu vaxt deyəndə, deməli, was were ing olacaq, was blowing. Burada was keçmiş zaman olduğu üçün keçmiş zamandan olacaq, keçmiş zaman uzlaşır, yəni was having. 67-də were keçmiş zaman göstəricisidir və did olan götürürük. Have are indidir, will gələcəkdir. Və diddən də sonra feil həmişə birinci formada gələr, yəni did you go. In which hotel while you were in Rome were keçmiş zaman olduğuna görə did götürürük və diddən sonra ed olmaz, olar did stay, yəni B variantı. The movie you are talking about last Sunday, sənin deyil haqqında danışdığın film, bu ar olsa belə, keçən bazar günü göstərilib, nümayiş etdirilib dediyinə görə bu biz was verməliyik. Uzlaşma pozulsa belə biz sadəcə last Sunday-yə görə biz onu dəyişməliyik. Was demonstrate olmalıdır. 70-də he will fail, will vardırsa mütləq indiki sadə zaman qoymalıyıq. Doesn't work. We will var, yenə will gördüyümüz yerdə ancaq indiki sadə zaman doesn't. If people pollution a lot of animals of it. If-dən sonraki tərəfdə biz deməli don't control indiri will gələcəkdə uzlaşa bilir. Didn't keçmişdi, die indiki zamandır. Didn't keçmişdi, are indiki zamandır. Uzlaşma pozulmuş olur burada. Və don't indiki zamandır, dies indiki zamandır. Won't-la will uzlaşmır. Deməli burada D variantını çıxırıq nə üçün? Çünki people burada şərt budaq cümləsidir. Əgər insanlar tullantılar, çişlik idarə altına almasalar, kontrol etməsələr, çoxlu heyvanlar öləcək. Şərt budaq cümləsində o da gələcək zamanla işləməlidir.
A lot of animals həm də cəmdədir, die olmaz, dies olmaz. 73-də ego var. Ego keçmiş deməli keçmiş sadə zamanın göstəricisidir və burada have olmaz, are olmaz, raise olmaz. Raised və were raised ikisi də olur, amma körpünün iki hissəsi güclü makinalarla qaldırıldı. Kimsə tərəfindən qaldırılıb, o zaman raised, were raised olacaq. Raised isə qaldırdı. Burada əşya körpüdən söhbət gedirsə, körpü qaldırmaz. Körpü kimsə tərəfindən, nəsə maşınlar tərəfindən qaldırırlar. O zaman were raised olur. Deməli, when bağlayıcısından sonra birinci boşluqda heç vaxt gələcək zaman qoymaq olmaz. Deməli, gets indi də will gələcək, got keçmiş, let keçmiş olduğu üçün 1 və 4 uzlaşmaya görə. Yəni, burada when-dən sonraki boşluqda biz will-ləri və həvəzləri çıxmalıyıq. C və Y variantı arasında qalırıq. Left keçmişdir, shots indiki zamanda uzlaşma pozulmuş olur. Leaves indidir, will gələcəkdə uzlaşır. C variantı. When Fiona will olmaz və həfəz olmaz. A və D variantı arasında qalırıq. Finished keçmiş zaman olduğu üçün həz yox, went olacaq. When finished, went. Sonra 7-ci sualda as soon as-dən sonra as soon as indiki zamanlar və yaxud da gələcək zamanlar, indiki bitmiş, keçmiş bitmiş zaman və gələcək zamanlar uzlaşır. Olmaz. As soon as-dən sonra when, as soon as, if kimi bağlayıcılardan sonraki boşluqda bitmişlər və gələcək zaman işlənməz. Came ilə began olacaq. İkisi keçmiş sayda zamandır. Burada da uzlaşmaya baxa bilərik. Will uzlaşa bilməz. Həvələr özü ilə uzlaşmır. Comes indikidir, began keçmişdir, uzlaşmır. After bağlayıcından sonra da will gəlmir. Qalacaq came və began. İkisi də keçmiş sayda zaman uzlaşır. If-dən sonraki boşluqda biz will-ləri çıxmalıyıq, həzləri çıxmalıyıq. Mrs. qalır, C və Y. Mrs. deməli, he olduğu üçün he-dən sonra have gəlməz, həz olmalıydı, qalır. C variantı. Mrs. və won't arrive. If, John, if indiki, deməli, if-dən sonra will-lər, won't-lar çıxmalıdır. İkinci tərəfdə he-dən sonra Mrs. olmalıdır. He-dən sonra have olmaz, həz olar, qalar Y variantı. Doesn't, if doesn't leave, bir də he will miss. Y variantı. Əgər vaxt dərhal çıxmasa, təhkimi görmə şansını itirəcək. If-dən sonraki tərəfdə yenə will-ləri çıxırıq və anything təkdədir, anything törəmədir, törəmədən sonra happens olmalıdır feil. Və happens indidir, will keçmişdə uzlaşmır, qalır Y variantı. Happens indidir, will gələcək zamandır. Əgər nəsə olsa, onlar vaxtda məlumat verəcəklər. Ee, 82-ci sualda when-dən sonraki boşluqda biz will-ləri və həvəsədləri çıxmalıyıq. Qalacaq B və Y variantı. Was var iki tərəfdə də was keçmiş zamanla uzlaşar. Dropped-la was, yəni B variantı. Drops indidir, was keçmişlə uzlaşmaz. 83-də when-dən sonra will-lər və have-lər gəlməz, bitmişlər və gələcək zaman işlənməz. Comes-la came olar və when the friends olduğu üçün comes yox, come olmalıydı. Burada S bozur. Came keçmişdi, was having keçmişdi. Onlar uzlaşma olar. D variantı. 84-də when-dən sonra will-lər, have, həzlər gəlməz. Came gələr və came keçmiş olduğu üçün həzlə yox, putla uzlaşar. Çünki putun indiki və keçmiş zamanı eynidir və orada da keçmişdə işlənir. When-dən sonraki boşluqda biz çıxacağımız şey will-lər və have-lərdir. Uzlaşmaya baxırıq. Will gələcək zamandır, started keçmişdir, olmur. Jack shot, iki tərəfdə də shot var. Shot indiki zamanda da, keçmiş zamanda da eynidir. Shot və started keçmiş zamandadır. Bu demək düzgün cavabdır. Bu niyə olmur? Əgər indiki zamanda olsaydı, Jack-dən sonra shots gəlməli idi. S olmalı. Çünki starts və shots uzlaşmalı idi. Amma shot olduğu üçün, üçün şəxsin təkində shot verirsə, deməli bu keçmiş zamandadır. Uzlaşma pozulur. As soon as bağlayıcından sonra kimi deməkdir? Will, has, will-lər çıxırıq. Deməli, got və arrived, bir də will get-ilə arrives. 1 və 2. Burada da as soon as olduğu üçün deməli, indiki sayda zaman, gələcək zaman uzlaşır. Bu birinci cavab ola bilər.
Digər cavablarımıza baxaq. As soon as-dən sonra will-ləri, has-ləri çıxdığımız üçün deməli qalır 1 və 3. When-dən sonra birinci boşluqda biz has-ı və will-i çıxırıq, digərlərini had-i çıxırıq, digərlərinə baxırıq. Hurt keçmiş olduğu üçün has-la uzlaşmır, qalır A variantı. Hurt və ran. 89-da when-dən sonra has-lər, had-lər, will-lər çıxır, returned olur keçmiş zaman. Return keçmiş olduğu üçün have-lə uzlaşmır, qalır went. Returned və went. 90-da if-dən sonraki boşluqda will-lər çıxmalıdır. Will-lər qalacaq encourage-lar B və C. Encourage indiki zaman olduğu üçün keçmişlə uzlaşmır, amma gələcək zamanla uzlaşa bilir. 91-də də if-dən sonra will-i çıxmışıq, A və B gedir və sent keçmişdir, have indidir, olmur. Sent indidir, got keçmişdir, olmur. Sent indidir, will gələcəkdir, bu uzlaşma qalır. Yəni indi ilə indi, keçmişlə keçmiş olur. Bir dənə yalnız gələcək zamanla indiki zaman uzlaşır. Və bunun ən asan qaydası deyimsə, while görsəniz, while-dan sonra keçmiş davam edici zaman işlənir. Demək olar ki, keçmiş davam edici zaman, yəni while göründüyün zaman was ver ing olanı götürürsünüz. Was ver ing ing olan bir dənə cavab A ilə D-dir. Was will ilə uzlaşmır, qalır A variantı. Digərlərini istəsəz uzlaşmayla çıxa bilərik. Hurts indiki zamanda had keçmiş, bitmişdir. Deməli, has indi played keçmiş. Hurt, Pamela'dan sonra hurt gəlsə, deməli, bu keçmiş formada işlənib. Hurts olsaydı indi olardı. Deməli, has-lə hurt uzlaşmır. Keçmişlə indi qalır bir dənə A variantı. Hurt keçmiş, was keçmiş. Sonra 93-də while-dan sonra was ver ing olan götürürük. A və D variantı və will-lə uzlaşmır. Ona görə qalır A variantı. Yenə while gördüyümüz zaman was ver ing olan iki cavabımız var və have-lə uzlaşmadığı üçün was looking, was practicing. Stephanie after baby while, yenə while olduğu üçün have-hazlər çıxırıq, bir dənə was verlər qalır və was making, amma was looking ilə uzlaşır deyə olacaq C variantı. Sonra while-dan sonra was ver ing olmalıdır. İki cavabımız var və broken uzlaşdığı üçün E variantı düzdür. Sonra while while-dan sonra yenə was ver keçmiş davam edici zaman və both-la was doing uzlaşır. Has-lə was uzlaşmaz. 98-də if-dən sonra will-ləri çıxmışıq, will-lər olmaz, will inkarı want-lar olmaz, qalar C variantı. Will learn gələcək zamandır, attend isə indiki sadə zamandır. 99-da if-dən sonraki tərəfdə will-ləri və want-ları çıxırıq. Yalnız qalır will give gələcək zamandır, see isə indiki sadə zamandır, uzlaşır burada. Yenə while-dan sonra was ver ing olmalıdır. Başqa cavabımız yoxdur. Drop da keçmiş sadə zaman və keçmiş sadə ilə keçmiş davam edici zaman uzlaşır. 101-də while-dan sonra will-lər yox, was ver-lər saxlamalıyıq. Was ver, bəli, ordered, yəni D variantı. Sonra 102-ci sualda while-dan sonra was ver ing olmalıdır. Bir dənə was ver ing C variantındadır. Was-la da was uzlaşır. 103-də while-dan sonra was ver ing olan cavabımız bir dənə D variantıdır. Yalnız while-lərə görə tapa bilirik. While-ə baxırıq, yenə were tapırıq. Burada başqa cavab yoxdur və salam. Began da keçmiş sadə zamandır, uzlaşır were-nə. While-dan sonra was ver ing axtarırıq və E variantıdır. Gəldik Venə. Venədən sonra demişdik, have-lər, has-lər və will-lər çıxmalıyıq. Çıxanda isə bir dənə cavabımız qalır, o da A variantı. 107-də Venədən sonra nələri çıxmalıyıq? Will-lər, will-in keçmişi would-dur. Have, has, had-lər çıxırıq. Hamısını çıxdıqda isə bir dənə qalır E variantımız. Sonra 108-də Venədən sonraki boşluqda biz nələr çıxırıq? Has-ləri, will-ləri çıxırıq. Qalır 1, 2, 5. Amma baxırıq when autumns come, burada came keçmiş zamanda, fly isə indiki zamanda uzlaşma pozulur. İndi ilə indi, indi ilə gələcək uzlaşır. 1, 5, yəni C var. Hələlik bu qədər. Növbəti videoda inşallah görüşərik. Sağ olun.